Dövlət İmtahan Mərkəzi Mələkə xanım dedi ki, biz etalon çıxartmışıq, daha doğrusu proqram çıxartmışıq. Həmin ki, proqram ədəbiyyat siyahısı veriliblər. Ədəbiyyat siyahısında son nəşrdən söhbət gedir. Son nəşr, yəni 2023 nəşrində nə yazılıbsa ondan söhbət gedir. Və bizim belə bir yanaşmamız daha var ki, əgər hər hansı dərsliklər arasında fərqli fikirlər varsa, biz onu imtahanda istifadə eləməməliyik. Yəni bizim niyyətimiz uşağı imtahanda çətinə salmaqdırsa, danışaq ki, biz uşağı çətinə salmaq istəyirik. O zaman başqa söhbət edəcəyik. Yox, biz desək ki, bir dəqiqə icazə istəyirəm. Demək ki, biz desək ki, yox, biz ədalətli şəkildə imtahan keçirib, çətinliyə salmaq istəmirik. Həqiqətən göstərilən, indi deyir 95 il məsələsi, həmənki Şah Abbas, 2-ci Abbasın dövründə məclis nevs olub, məclisləri təşkil edən bir adam. O vəzir deyil. Əgər sizi yenə də kitaba istinad edib, baş vəziri götürəsi olsalar dedikləri o birisi kitaba görə, yenə də vəzir olmur da baş vəzir yazmaları lazımdır. İndi başqa bir məsələ. Normalda elmi əsər var bu ilə bağlı. Adam yəni doktorluq alıb, yəni düşünürsünüz doktorluq dissertasiyasını gətirmişəm mən 2019-cu ildə. Yəni nə məcbur idi? Sual budur. Testologiya elminə soruşuram. Nə məcbur idi? Kitabda belə vergüllə özləri belə ayrıla bilməyən yerdən sualsızdır. Bunu elədiyiniz zaman mən həmənki sualları ekspertizadan keçirən müəllimlərə ümumiyyətlə Azərbaycanda yaranan problem nədir? Yəni bunlar özləri hamısı uşaq hazırlaşdırırlar, çətin sualları salırlar. Hamısı kim ki yanına gəlsə yaza biləcək, qalanı yaza bilməyəcək. Bu yanaşma nədir? Doğru deyil. Ona görə kitabda olmayan məlumat verilməməlidir. Mən də bir elmi mənbə araşdırmışam. Bu deməli Cambridge nəşrləri var. Cambridge nəşrlərində 6-cı cilddə səhifəsi ilə qeyd edirəm. 353-cü səhifədə Cambridge History of Iran nəşridir bu. Yəni Britaniyanın ən məşhur nəşrlərindən biridir. Orada qeyd edir ki, Məhəmməd Tahir Vahid 2-ci Abbasın vəziri olmuşdur. Yəni bunu faktla bildim.